Salam, xoş gördük, hörmətli izləyicilər. Hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində 3 otaqlı ev 62 min manata. Satışa çıxarıldı, qiymətində də mütləq endirim olunacaq. Fərdi yaşayışlı kupçalı evdir, yəni qeydiyyata düşə biləcəyiniz bir evdir. Yerləşdiyi ərazidə bu Yetər Şadlıq Sarayından Bakıya tərəf gələndə dönürsünüz sola, yoldan yəqin ki bir 200 metr, 250 metr arası olar olmaz. Mərkəzi kanalizasiyası da var, qaz, su, işıq sayğaclar da var, trapı bax bura qoyulub. Bütün həyətin suyu, uklonu gəlir hamısı bax bura. Buradan ara məsafəsi var. Fundamentli kəmərli evdir. Burada da podval var. Podvalına qapı qoyulacaq. Quru ərazidə, buralara su gəlmir, hündür yerdədir. Kurqavoy axıra qədər qoşa daşla tikilib. Bu darvazasıdır. Darvazadan girəndən sonra həyətində bir dənə ağacı var. Bir də buradan qonşunun üzüm tənəyə keçib bura. Bax belə. Deməli, evin pəncərəsi, qıraqları bəzədilib. Nə bilim, 1, 2, 3, 4 daş, 5 daş kürsülüdür yəqin. 5 daş kürsülü evdir. Üstündən, deməli, 60-ın 40-a fundamentdir. 16-lıq almaturla. Üstündə də 20-nin 40-a kəmər fırladılıb. Yaxşı, super keyfiyyətli tikilmiş evdir. Mütləq gəlin baxın. Yaxındaşın zəhmət olmasa, qapıdan girən kimi bura koridordur. Bax, böyük belə koridordur. Koridorun burada baş tərəfində mətbəx hazırlanacaq. Bax, burada. Görürsünüz, mebel arası keramikası qoyulub, bütün nöqtələrinə qədər çəkilib, aspiratorun yeri qoyulub. Hətta aspiratorun burada deşiyinə qədər açılıb. Deməli, yeri laminatdır, otaqlar hamısı radiatorlar olacaq. Məsələn, bax, burada bir yataq otaqdır, ümumilikdə 3 otaqlı evdir. Burada bir yataq otağı var. Bir dənə zəhmət olmasa buradan göstərir, hə, bax, belə. Bir yataq otağı buradadır, bir yataq otağı buradadır. Burada da qonaq otağıdır. Bax, bu koridorun mətbəxi keçəndən sonra gəlirik bura qonaq otağına. Bir dənə oradan zəhmət olmasa çəkin. Hə, bu da qonaq otağıdır, zalıdır. Hamısının da pəncərəsi var, hamısının da pəncərəsi öz həyətinə açılır. Saray qəsəbəsindədir də bu ev. Yetər Şadlıq Sarayından Bakıya tərəf gedəndə, yaxındaşın zəhmət olmasa, dönürsünüz sola, yoldan bir 150-200 metr məsafəsi olar olmaz. Bu da sanitar qovşağıdır. Deməli, 62 min manatadır. Qiymətində endirim olacaq. Qiymətindən narahat olmayın. Fərdi yaşayışlı, yəni kupça alıb qeydiyyata düşə biləcəyiniz bir evdir. Qazı, suyu, işığı, sayğacları var. Kanalizasiyasız mərkəzidir. Bir də izah edirəm. 60-ın 40-a fundamentdir. Qoşa daş kubiklə tikilib, üstündən də 20-nin 40-a kəmər fırladılıb. Mütləq gəlin bu evə baxın. Yaxşı endirim olacaq. Sağ olun.